Axşamınız xeyir olsun. Bir dənə gözəl, əla proyektlə sizin qarşınızdayım əziz izləyicilərimiz. Evimiz yerləşir Buzovna qəsəbəsi, Ayda parkının yaxınlığı. Azad məhəlləsini çəkir göstərir. Qapısı necə asfalt, ətrafı ziyalı qonşularla. Azad hal-hazırda qarajını çəkir. Bir dənə tək qarajımız 70 kvadratdır əziz izləyicilərimiz. Qarajımızın daxilindən evin içinə keçid qapımız da var. Gedirik həyətimizə daxil olmağa. Həyətimizin də pultla idarə olunan darvazası var. Daxil ol bir dənə Azad. 4 sotdadır ümumi. 280 kvadratdır evimizin ümumi sahəsi. 70 kvadratımız düşür qaraja. 213 kvadratda evimizin ümumi sahəsi 4 otaq, 1 mətbəx, 2 hamam otağından ibarətdir. Azad hal-hazırda həyətini çəkir göstərir sizə. Eyvanımız göz qabağındadır. Onu da qeyd edeyim ki, eyvanımız isti döşəmədir. Kababxanamız, manqalnimiz. Evimizin sol və sağ tərəfindən arxasına keçididir. Kombisi necə hazırdır. Əziz izləyicilərimiz, bu evimiz şəxsi özü üçün inşa olunan evdir. Yəni çox keyfiyyətlə inşa olunub. Bu qiymətə, bu ərazidə belə ev tapa bilməzsiniz. Mən bunu çəkilişini eləyirəm. Bu giriş qapımızın hündürlüyü göz qabağındadır. Yəni keyfiyyət bundan bilinir. Çəkilişini eləyirəm, yəni tez bazar satılacaq bu ev. Bəhbəh Azad deyir, bəhbəhdir, həqiqətən bəhbəhdir. Döşəməmiz bahalı mərmər qranit. İsti döşəmədir, dəhlizimiz və hamam otaqları. Sol tərəfi çəyək qardaşım bir dənə. Xanımların ən sevimli otağı. Eyvanla çıxışı qapımız, bahalı mətbəx meblimiz. Azad, bir dənə ekskluziv çəkək bunu xanımlar üçün. Görsünlər ki, bu ev necə evdir. Həqiqətən dosta qardaşa, yəni belə deyim də, kim ki özünə məsləhət bililən bir şey var ha. Mən də bu evi sizə məsləhət bilirəm. Öz dostuma, qardaşıma məsləhət bilirəm. Gəlin alın bu evi. Qonaq otağına bax. Gözəlliyidir, qardaşım. Bu proyekt var ha. Mən səninlə vaxt deyirdim ki, bir dənə bu proyektdə ev tapmaq lazımdır. İzləyicilərimizi göstərək. Bu bizim bir yataq otağımızdır. Əziz izləyicilərimiz, evimizin otaqlarımızın pəncərəsi heç bir divara söykənməyib. Otaqlarımız işıqlıdır. Bir dənə alsa bu ekskluziv görüntünü çək. Qarajımızdan evimizin içinə giriş qapımızdır. Gəl buraya qardaş. Digər yataq otağını çək. Bəhbəhdir, mənim ürəyim getdi bu ev üçün. Necə deyim, yəni biz bahalı villalarda da olmuşuq. Hamısını, yəni çəkilişlərimizi görə bilərik səhifəmizdə. Amma bunun proyekti həqiqətən adamın ürəyinə yatır. Bu da bizim valideyn otağımızdır. Əziz izləyicilərimiz. Valideyn otağında, daxilində hamam otağımız da var. Azad, çılçırağını çəkdim qardaşım. Bir dənə hamam otağını çək. Kabinası zadı, hamısı. İsti döşəmə də əziz izləyicilərimiz. Azad qardaşımız gecə vaxtı. Həqiqətən bunun çəkilişinə mən heyranam da. Azad halaldısan qardaşım, çox sağ ol. Çək bir dənə hamam otağını çək. Ümumi hamam otağını göstər izləyicilərimizə ki, nə boydadır. Elə bir qardaş yataq otağıdır. Eləyiblər hamam otağı. Kabinası necə var. Sənədimiz həm evə, həm torpağı kubça. Yerləşmə yerimiz Buzovnada Ayda parkın yaxınlığı, yanacaq doldurma məntəqəsi var. Onun yaxınlığıdır. Əsas yoldan 150-200 metr məsafədə ətrafı ziyalı qonşularla qapısı necəndə asfalt. Belə deyim, qiymətimiz neçə idi? 295 min manat real alıcıya endirimimiz də olacaq. Əziz izləyicilərimiz, tələsin bu evi almağa, yoxsa tez satılacaq, ya məndən demək. Videonu bəyənib kanalımıza da abunə olun. Sağ olun, bu günə bu qədər.